Buyurun, eşidirəm sizi. Sizə necə bir iş lazımdır? Yəni necə kömək edə bilərəm sizə? Bilirsiniz, mən əvvəl işlədiyim yer bir şirkəti idi, 2 ortağın şirkəti idi, 2 nəfərlər işlədirdilər. Elə bil mən orada bu ortaqdan bu ortağa söz aparıb gətirirdim, bu ortaqdan bu ortağa söz aparıb gətirirdim. Sonra heç bilmədim özüm də nə baş verdi, bunlar qırdılar bir-birləri, şirkət bağlandı. Mən yazıq qaldım işsiz. Amma üzr istəyirəm, mənim başqa bir iş qabiliyyətim də var. Belə özünü tərifləmək kimi çıxmasın, yaxşı şər ata bilirəm. Bağışlayın, bizə şər atan işçi lazım deyil. Gedə bilərsiniz. Bizdə belə bir şey yoxdur. Yəni indi siz məni işə götürmürsünüz. Yox. Siz məni işə götürmürsünüz. Yox. Siz məni işə götürmürsünüz deməli. Arkadaş, başa məni işə götürmürsünüz, hə siz? Yox. Ay cənab! Ay millət! Güya bura işə dəxmə bir olsudur. Amma əxlaqsızlıq yuvası açıblar. Eşidirsiniz? Əxlaqsızlıq yuvası. Ay cənab! Bura işə dəxmə bir olsu deyil. Əxlaqsızlıq yuvasıdır. Hər vaxtda duranı demirəm.